7 il Bakıda yaşayandan sonra qərar verdim ki, gördüyüm işlə bir yerdə bir dəfəlik köçüm Dubaya. Görək bugün başıma nə gəlir. Səhər tezdən yuxudan dik atıldım ki, yubanıram, qaldığımız evin mənzərəsini də sizə göstərim. Tez paltarımı ütülədim, evdən çıxdım. Uzun binalar, məhəlləmizi də sizə göstərim. Nəysə, bugün əməllicə rasxoda gedəcəm çünki alacağım çox şey var. Taksi bahadır, tez qaçdım tramvaya, karta da 30 dirhəm vurdum. Havalar da şükür Allaha düzəlib. Nəysə, gəldim çatdım avadanlıq satılan mağazaya. İşim üçün bəzi avadanlıqlar alıram. Maşallah hamısı da od qiymətinə. Dirəşdim ki, endirim elə, dedi rəsmi mağazadır, nədir odur. 2500 dirhəm də burada rasxoda getdim. Bəzi avadanlıqlar üçün də dedi ki, sən get, göndərərik evə. Tez taksi çağırdım, çəkişə də yuvanırdım. 2 xanım müştərini çəkməli idik. Elə aldığım avadanlıqlar da taksidə açdım. Bir tərəfdən də gözüm soçikdə idi ki, görüm taksi nə qədər yazır. Nəysə gəldim, çatdım evə. O birisi avadanlıqları da gəldi. 12000 dirhəm də burada rasxoda getdim. Çəkiş üçün qızlar zəng elədi ki, aşağıdayıq, tez gəl. Tez çantamı yığıb tərpəndim. Nəysə gəldik çatdıq məkana, bunların da şəkillərini çəkdik. O yan bu yan bir də baxdıq ki, axşam olub. Neynəyə, nə tər eləyə, heç nə neynəyəcəyik. Yavaş-yavaş qayıtdıq evə. Evə çatan kimi tez pulları saydım ki, birdən müştəri az verər, bu günümüzə də şükür. Düşdüm aşağı bərbərə gedirdim, sonra deyirlər Dubay bahalı şəhərdir. Bu mənzərədə 12 manata saç kəsirlər. Bakıda 12 manata bərbər adama salam da verməz. Nəysə qalxdım evə, saytdan alacağım maşına baxdım. Sonra qan biraz aşağı yensin deyə günlük elədiyim dombalaq hərəkətini eləyib, biraz da mənzərəyə baxıb yatdım.